Baxırıq 153-cü suala. Deməli, mağazada en sayda məhsulun qiymətlərinə endirim kampaniyasına başladı. Endirimli qiymətlər aşağıdakı cədvəldə uyğun hesablanır. Hər bir məhsulun daxil edilmiş qiyməti üçün endirimli qiymətləri hesablayan alqoritm blok sxemini qurun. Deməli, qiymətə deyək X. Biz qiyməti X desək əgər, bu n burada bizim sayımızdır. Biz bunu konkret bilməliyik. Qiymətə də X deyirik. Ümumiyyətlə biz qiymətimiz X-dırsa, yəni ilkin qiymətimiz X-dırsa, endirimli qiyməti tapmaq üçün nə edirik? X-ın X-ın məsələn 5%-ni tapacağam. X-ın 5%-ni tapana nə edirəm? Ümumiyyətlə birinci X-ı 5-ə vururam, 100-ə bölürəm. Bu da bərabərdir. X vurulsun 0,5. Sonra nə edirəm? Gəlirəm X-dan çıxıram. X vurulsun 0,5'i. Yəni ilkin qiymətdən çıxıram, endirim tətbiq edilmiş qiyməti, yerdə də qalır endirimli qiymət. Bunu hər dəfə qiymət 100-dən kiçik olduqda tətbiq edəcəm. Daha sonra 100-200 arası olduqda və 200-dən böyük olduqda. İndi isə bunu necə edirik? Başlanğıc mütləqdir. Daha sonra n sayda məhsul daxil edirik. Burada bizim n saydamız dövrlərimizin sayıdır. Daha sonra başlanğıc qiyməti olaraq i-yə də 1 veririk. Gəlirəm dövrümü yaradıram. I kiçik bərabərdirmi n-dən? Hərdirsə, neynəsin? Qiyməti daxil eləsin. İlkin qiyməti daxil eləsin. X-i daxil edildən sonra gəlsin, yoxlasın. Birinci şərtimi yoxlayacaq. Deyəcək ki, X kiçikdirmi 100-dən? Hərdirsə, gəlsin, endirimli qiyməti hesablasın. Yəni, X bərabərdir, X minus, X vurulsun 0,5. Yox deyirsə əgər, burada yerimiz çatmayacaq. Yox deyirsə, gəlsin, neynəsin? Digər şərti yoxlasın. Biraz bunu qısaldıq. Digər şərtimdə nədir? Gəlin, qısa şərti yazaq. Yerimiz çünki azdır. X böyükdür 200-dən. Hə deyirsə, gəlsin, neynəsin 10%-ni tapsın X-ın. X bərabərdir X minus, X vurulsun 0,15. Bax, 15%-ni. Çünki X böyükdür 200 azdır, 15%-li indirimdir. X vurulsun 0,15. Yox deyirsə, artıq avtomatik neynəyəcək? Digərini yoxlayacaq. Yəni, X bərabərdir. X minus X vurulsun 10% deyir 0,1. Gələcək hər üçü. Burada biraz səliqəsi oldu. Hər üçü neynəyəcək? X bax, buradan yazıram. X gedəcək çapa. Daha sonra bunu i-ni bir vahid artıracağım. I bərabərdir i plus 1. Buradan da gələcək, qayıdacaq bax, belə dövrümə. Həmin bax, bu hissədən qayıdacaq belə, bura, dövrümə. Yox qoluna da gələndə isə avtomatik son deyəcək. Bu oldu bizim 153-cü sualımız. 154-ə baxıraq. Daxil edilmiş A və B natural ədədləri A ədədinin B-nin faktorialı olub-olmadığını yoxlayan alqoritm blok sxemini qurun. Əgər A ədədi B-nin faktorialısa, bəli, əks halda xeyir çap etsin. Ümumiyyətlə biz faktorialı taparkən nə edirik? I-yə 1 verir, faktorialda 1 verir, başlanğıc qiymət olaraq. Bu nəyi demək istəyir? Məsələn, deyir ki, A-ya verək, məsələn, deyirəm 24, B də olsun 4. Deyir ki, A ədədi B-nin faktorialı olub-olmadığını yoxlayın. Yəni, deyir ki, 4 faktorial bərabərdirmi 24-də? Bizdən bunu soruşur. Biz burada faktorial tapmalıyıq mütləq. Daha sonra yoxlamalıyıq ki, faktorialdır ya deyil. Başlanğıc. Faktorial taparkən A, B-ni daxil edək ilk olaraq. A-nı B-ni. Çünki burada 2 ədəddən gedir söhbət. Daha sonra başlanğıc qiymətlərimizi verək. I-yə 1 verək. Faktoriala 1 verək. Dövrümüzü yaradaq. Nə yaradacağım? I kiçik bərabərdirmi n-dən?
Yox, belə olmayacaq dövrümüz. Dövrümüz belə olacaq ki, biz hər dəfə nəyi yoxlayırıq? B-nin faktorialı olub-olmadığını yoxlayırıq. Ona görə də yazacağam B böyükdürmü i-dən və yaxud da i kiçik bərabərdirmi B-dən. Hə deyirsə, gələcək faktorialı hesablayacaq. Yəni faktorial necə hesablayır? Faktorial bərabərdir, faktorial vurulsun i. Daha sonra nə edəcək? i-ni bir vahid artıracaq. i bərabərdir i plus 1. Buradan da gələcək dövrümə. Yox qoluna gələndə isə artıq yoxlayacaq. Nəyə yoxlayacaq? Deyəcək ki, f, yəni faktorial bərabərdirmi a-ya? Hədirsə, deyəcək, çap blokunun içində bəli. Yox deyirsə, nə edəcək? Çapa gedəcək, xeyr. Sonra bunlar gəlib birləşəcək, sonra bu qədər. Həqiqətən də yerinə qiymət qoysaq, özünüz qiymət qoyun. Məsələn, A-ya 24, B-yə 4 verib yerinə qoysaz, yoxlasaz görərsiniz ki, alqoritm işləyir. Daha sonra 155-ə baxırıq. Deyir ki, daxil edilmiş eyni sayda sıfırdan fərqli tam ədədlərin müxtəlif işarələr, müsbət və mənfi olanların sayı eyni olarsa, bir əks halda sıfır çap edilsin. Özə dırnaqda. Ona görə də diqqətli oluruq. Müsbət ədədlərin sayına deyək D, mənfi ədədlərin sayına deyək F. Bu bizim sayımızdır. Və bunu tətbiq edək alqoritmə. Bax, bir dəqiqə bunu biraz istəyirəm. Qısaldaq, yerimiz çatmayacaq. Deməli, 155-ə baxırıq da. Başlanğıc, aydın məsələdir. Daha sonra nə edirəm? Dedim ki, mənfi olsun C və yaxud da F olsun. Müsbət də olsun D. D-yə başlanğıc qiymət olaraq 0 verirəm. F-ə 0 verirəm. Daha sonra gəlirəm i-yə dövrümün sayına 1 deyirəm. Dövrümü yaradıram. i kiçikdirmi n-dən? Hə, burada bir dənə n daxil eləmədik, unutduq. Mütləq şəkildə biz dövrlərimizin sayını daxil etməliyik n. Daha sonra i kiçik bərabərdirmi n-dən? Hədirsə, gəlsin bir dənə ədəd daxil etsin. Amma bilmirəm, bu müsbət ya mənfidir. A ədəd daxil etsin. Sonra yoxlayıram, görüm bu ədəd müsbət ya mənfidir. Deyirəm ki, şərt olaraq deyirəm, A böyükdürmü, sıfırdır. Böyüksə, deməli, bunları müsbətdir. Müsbətlərin sayını tapacağıq. Çünki bizdən sayı istəyir. D bərabərdir, D plus 1 olacaq. Yoxdursa, nə olacaq? F bərabərdir, F plus 1 olacaq. F plus 1. Gələcək bunları nə edəcək? Birləşdirəcək və i-ni bir vahid artıracaq. i bərabərdir, i plus 1. Buradan da qayıdacaq. Hara? Dövrə. Yox qoluna gəldikdə isə gəlib yoxlayacaq. Nəyi yoxlayacaq? Deyəcək ki, həmin bu deyil. Yəni, mənim müsbətlərimin sayı bərabərdir mənfilərimin sayına. Hə deyirsə, 1 çapa gedəcək. Yəni, dırnaqda nə yazacağam? 1 yazacağam. Yox deyiriksə, dırnaqda 0 yazacağam. Bunlar gəlib birləşəcək. Sonra bu qədər. Çox maraqlı sual idi həqiqətən. Deməli, burada əsas məqsəd odur ki, sayını tapırıq. Sayı da tapmağa şükür Allaha bilirik də. Biz sayı ümumiyyətlə taparkən başlanğıc qiymət olaraq 0 veririk. D-yə də 0 verdik, F-də 0 verdik. Dövrümüzü yaratdıq. Daha sonra bir A ədəd daxil etdik. Hər dəfə A ədəd daxil edəndə bunun müsbətdirsə, müsbətin üzərinə gəlir, mənfidirsə, say olaraq mənfinin üzərinə gəlir. 156-cı suala baxırıq. Deməli, burada düsturumuz necədir? X, n çıxılsın, bir x üstə gəlsin. Hə. Deməli, başlanğıc. Daha sonra mən burada həm n-i daxil edəcəm, həm də x-i daxil etməliyəm. Çünki burada hər dəfə birinci x-dan başlayıb başlanğıc qiymət olaraq. Daha sonra burada mən hasil görürəm. Hasil. Və hasil S şəklində yazılıb. Ona görə də S-ə verəcəm 1. Sonra dövrümü yaradıram. i-yə verəcəm 1. Daha sonra deyirəm ki, i kiçik bərabərdirmi n-dən? Hə deyirsə əgər, gəlsin buradan bir x-i də daxil etsin.
Yox, x ədədini biz əvvəldə daxil etdik, amma burada ehtiyac yoxdur artıq. Biz birbaşa düsturumuzu yaza bilərik. Deyəcəyik ki, hesablasın, s bərabərdir, s vurulsun x-a. Bax, burada s hasildir, yəni biz başlanğıc qiymət olaraq 1 verməliyik. Əgər mən gətirib bura 0 yazsaydım, avtomatik mənim bütün hasilim 0 vermiş olacaqdı. Ona görə də biz başlanğıc qiymət olaraq s-ə 1 mənimsədirik. Daha sonra bu s-ləri toplasın. S bərabərdir s plus i. i-ni də aydın məsələdə hər dəfə nə edəcək? 1 vahid artıracaq. i bərabərdir i plus 1. Buradan da gələcək, qayıdacaq dövrümə. Daha sonra yox qoluna gələndə isə s-i çapa vermiş olacaq. Bu tipli suallar adətən qəbula gəlir. Ona görə də diqqətli olursunuz uşaqlar. 157-ci suala baxırıq. Deməli, mən görürəm ki, hər dəfə birdən başlayıb 1-i bölüb 2 faktoriyala, sonra 3 faktoriyala, sonra n faktoriyala bölüb. Yəni, burada cəmdən söhbət gedir. Cəmdən söhbət gedirsə, mən nə etməliyəm? Cəmə 0 verməliyəm. Sonra i-dən söhbət gedir, mütləq dövrdən söhbət gedirsə, biz i-dən söhbət etməliyik. i-yə 1 veririk. Həqiqətən də bax, i-yə 1 versəm, s bərabərdir s plus 1 bölünsün n faktoriyal. i-yə bax, i faktoriyal olacaq da. 1 bölünsün 1. Bu nə verir mənə? 1-i. Həqiqətən də baxın, i-ni yerinə 1 qoyduqda mən başlanğıc qiymətimi alıram. Ona görə də i-yə biz başlanğıc qiymət veririk. Bu tipli məsələlərdə uşaqlar həmişə i-nin yerinə qiymət qoyun. Düsturda əgər başlanğıc, yəni birinci gələn ədəd alınırsa, deməli i-nin qiyməti odur. i-yə 1 verdik. Daha sonra nə edirəm? Faktoriyal var. Burada mütləq faktoriyala biz 1 mənimsətməliyik. Daha sonra dövrümü yaradıram. Deyirəm ki, i kiçik bərabərdir m-dən. Hə deyiriksə, gəlsin faktoriyala hesablasın. Lap gözəl. Hesabladı. F bərabərdir, F vurulsun, i olacaq. Daha sonra nə etsin? Düsturumuzu yerinə qoyuruq. S bərabərdir, S plus i bölünsün F. i bölünsün F. Yox, üzr istəyirəm. 1 bölünsün F. Çünki hər dəfə 1-də qalır axı. Deməli, düsturumuz nədir bizim? 1 bölünsün F-dir. Daha sonra gələcək buradan, i-necək? i-ni 1 vahid artıracaq. Aydın məsələ dövrümün getməyi üçün mən i-ni 1 vahid artırmalıyım. Buradan da gələcək yox qoluna, s-i çapa vermiş olacaq. Daha sonra da son yazırıq. Bu qədər. Baxın 158-ci sualla. İxtiyari 100 natural ədəd ardıcıllıqla verilmişdir. Bu ədədlərdən ən böyüyünü müəyyən edərək çıxışa verən alqoritmin blok sxemini qurun. İxtiyari 100 ədəddən söhbət gedirsə, mən burada yəni dövrümün sayını daxil etməyəcəm. Çünki konkret mənə dövrün sayı məlumdur. 100 natural ədəddir. Ona görə də dövrümün sayı nə olacaq? 100 olacaq. Sadəcə başlanğıc qiymət olaraq i-yə mən 1 verəcəm. Daha sonra buradan bir böyük ədəddən söhbət getdiyinə görə maksimum təyin edəcəm. Bax, maksimum dəyişəni yaradıram və ona a-nı mənimsədirəm. Üzr istəyirəm, a yox, 0-ı mənimsədirəm. Çünki mən 0-la müqayisə edəcəm. Ən böyük dediyinə görə. Daha sonra dövrümü yaradıram. Dövrümü. i kiçik bərabərdir 100-dən. 100 natural ədəddən söhbət gedir. Hə deyiriksə, nə edəcək? İxtiyarı bir mən demişdim ki, ixtiyari söz deyəndə həmişə yadınızda saxlayın, şərt blokundan sonra biz daxil edirik. A ədədi daxil edirəm. Daha sonra gəlib bu A-nı yoxlayıram. Maksimumla müqayisə edirəm. Deyirəm ki, A böyükdürmü maksimumdan? Yəni böyükdürmü nədən? 0-dan. Elədirsə, onda A maksimum nəyə bərabər olacaq? A-ya. Yəni A böyük olacaq. Yox deyiriksə, gələcək bunlar ikisi birləşəcək. i-ni 1 vahid artıracaq. i bərabərdir i plus 1. Sonra buradan gələcəyik hara? Dövrə qayıdacaq. Yox qoluna da gələndə isə avtomatik maksimum çapa gedəcək. Maksimum. Bu qədər. Son da aydın məsələdə buradan da son yazırıq. Yerinə qoyub qiymət qoymaq istəyirsinizsə, məsələn a-ya verirsiniz 100 natural ədəd içində ən böyük deyirsə, heç burada belə deyək də, məsələn 25 qoyuruq yerinə. 25, 35, 45 belə ədədləri düzürük. Sırayla yerinə qoyanda həqiqətən də o 35, 45, 55-in içindən 55-i çap etmiş olacaq. 159-cu suala baxırıq. X və n natural ədədləri üçün. Bax, bunu dediyinə görə mən x və n-i daxil etməliyəm. X, n.
Daha sonra nə edirəm? Burada P var. Burada bax P. S versəydi biz demişdik cəm olanda həmişə S-ə 0 mənimsədirik. Bu səfər P-yə 0 mənimsədir, çünki P-ni verib bizə. Burada yenə bir də faktorial var və qüvvət var. I-yə 1 verərəm. Daha sonra faktoriala 1 verərəm. Buradan da gələrəm bir dənə P-yə 0 verərəm. P burada cəmdir uşaqlar, qarışdırmayın. Dövrümü yaradıram həmişə kimi. I kiçik bərabərdir mindən hə. Hə deyiriksə gəlsin faktorial hesablasın. Faktorial bərabərdir faktorial vurulsun i. Daha sonra düsturum. Düsturum nə olacaq? P bərabərdir P plus x üstü i bölünsün f. Bax, n-in i ilə əvəz olunmuş formasıdır. Daha sonra gəlirik buradan i-ni bir vahid artırırıq. I bərabərdir i plus 1. Buradan da qaydırıq dövrümüzə. Yox qoluna da gələndə nə edirəm? P-ni çapa vermiş oluram. Bu qədər. Həmişə uşaqlar, bax, bu tip suallarda sonuncuya baxırıq. Nöqtə sonuncu x üstü n bölünsün n faktorial. Mən n faktoriala f dedim, f-ləri hesabladım. X üstü n-ə də x üstü i dedik. Həmişə n-in i ilə əvəz olunmuş formasını yazırsınız düstur olaraq. 160-a baxırıq. Deməli, girişə verilən 10 ədəddən yalnız cütlərinin kvadratlarının cəmini hesablayan və ekrana yazılan proqram alqoritmini. Aha. Deməli, nə edirik burada? Buradan cəminə söhbət gedir. Biz nə edəcəyik? S-ə 0 verəcəyik. I-yə 1 verəcəyik. Sonra 10 ədəddən söhbət gedirsə dövrlərimin sayı məlumdur. Deməli, nə yazacağım? I kiçik bərabərdir, onu yazacağım. Bax, aydın məsələdir. Burada biz belə deyək də, ipucuları tuta bilirik artıq. Deməli, burada dövrlərimin sayı məlumdur. Mən bunu sildirəm. Başlanğıc qiymətlərimi yazıram. I bərabərdir 1, S bərabərdir 0, cəmindən söhbət gedir. Daha sonra gəlirəm dövrümü yaradıram. Deyirəm ki, həmin bu i kiçik bərabərdirmi ondan? Hə deyiriksə, x-i daxil etsin. Bax, x-i daxil elədik. İndi bu x-i yoxlamalıdır. Görün, bu cütdür yoxsa təkdir. Gəlib burada yoxlayır. X faiz 2 bərabərdirmi 0-a? Cütlərin sayını dediyinə görə hə qoluna gələndə cütlərin sayını deyir, cəmin deyir, kvadratları cəmi deyir. Onda nə olacaq? S bərabərdir S plus x-in kvadratı olacaq. Daha sonra da i-ni bir vahid artıracaq. I bərabərdir i plus 1. Buradan da qayıdacaq dövrə. Burada gələndə S-i çapa vermiş olacaq. Yox qoluna gələndə. Bu qədər. 161-ə baxırıq. Girişə verilən 10 natural ədəddən yalnız tək olan ədədləri tapan və onların cəmini yalnız tək olan ədədlər. Bu da eyni şeydir, bax, eyni şeydir. Sadəcə burada cəmi istəyir də. Uşaqlar, biz ümumiyyətlə təkliyi, cütlüyü yoxlayarkən x ədədi daxil eləmişəm. Bu x ədədi mən nə bilim təkli cütdür. Nə edəcəm? 2-yə bölünməsinə alınan qalıq 0-a bərabərdirsə, bu cütdür. Yox, 2-yə bölünməsinə alınan qalıq 1-dirsə, deməli bu təkdir. Ümumiyyətlə biz ədədi 2-yə bölərkən ya qalıq 0 ola bilər, ya da 1 ola bilər. 0-dırsa ədəd cütdür, 0 deyilsə, yəni 1-dirsə ədəd tək olacaqdır. Bunu alqoritmə tətbiq etsək əgər, ümumiyyətlə burada 10 natural dediyinə görə dövrlərim sayı məlumdur. I-yə 1 verirəm başlanğıc qiymət olaraq, S-ə 0 verirəm, çünki cəmindən söhbət gedir. Dövrümü yaradıram, deyirəm ki, I kiçik bərabərdirmi n-dən? Hə deyiriksə, nə eləsin? Gəlsin x-i daxil etsin. Sonra deyirəm ki, görün bu x təkdir, yoxsa cütdür. X faiz 2 bərabərdirsə 1-ə nə eləsin? Gəlsin, bunu cəmləsin. S bərabərdir S plus x. Yox deyiriksə buna, yox deyiriksə hər iki halda nə eləsin? I-ni bir vahid artırsın. I bərabərdir I plus 1. Buradan da qayıtsın dövrə. Burada gələndə S-i çapa versin. Bu qədər. Yox qoldu. Gəlirik son suala, deməli 162-ci suala. Eltac informatika kitabı oxumağa qərar verir. O hər gün əvvəlki gün oxuduğundan 10 səhifə çox oxuyur.
Deyir ki, o hər gün əvvəlki gün oxuduğundan 10 səhifə çox oxuyur. İlk gün 5 səhifə oxuyan Eltacın 750 səhifəlik bu kitabı bitirməsinə neçə gündə olacağını təyin edən alqoritmini blok sxemində qurun, dövr blokdan istifadə edin. Zaten uşaqlar burada dövr blokdan istifadə edəcək, çünki hər dəfə eyni şey təkrarlayır da, 10 səhifə çox oxuyur ilk günə nisbətən. Deməli, burada nə edirik? Mən mütləq, bax belə deyək də, gün sayına hər gün oxuyur, bax ona deyəcəm 0 başlanğıc qiymət olaraq. Burada cəmdən söhbət gedir. Yəni kitabın ümumi cəmi nə qədərdir? Neçə səhifədir? 750. Ona görə də isə 0 deyəcəm. Və n də burada n nədir? Bizim 10 gün oxuyur. Bax, hər səviyyə əvvəlkinə nisbətən 10 gün oxuyur. N də o olsun. Daha sonra gələk başlanğıc qiymətlərimizi eynisini buradan yazaq. Günə 0 deyək, S-ə 0 deyək və N-ə də 0 deyək. Gəlsin, yoxlasın. Deyir ki, bu S, bu S. Nə qədər ki, kiçikdir 750-dən, bax 750-dən cəmdən. Hər qoluna gəlsin, neynəsin? Artıq burada aydın məsələdə cəmləsin. S bərabərdir S plus N-i cəmləsin, mütləq. Günləri saysın, gün bərabərdir gün plus 1 və dövrləri də, bax deyək 10 səhifə çox oxuyur. Bu da N bərabərdir N plus 10 olacaq. Buradan da qayıdacaq hara? Dövrünə. Yox qoluna da gələndə günü çapa versin. Çünki məndən nə istəyir? Deyir ki, neçə gündə olacaq ona günü istəyir mən. Ona görə gündə çapa verməliyik biz. Bu da son.